Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Aziz Müslümanlar, aziz kardeşlerim, hemşe olduğu kimi her şeyden önce hamdolsun alemlerin Rabbi olan Allah'a ve Allah'ın salamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed sallallahu aleyhi ve selleme. Aziz kardeşlerim, bu günleri Allah'ın izniyle, gücü ve kuvvetiyle haddinden artık mühim olan bir meseleni hatırlatmak isterim. Uca Rabbimiz bu hususta buyurur ki: وَذَكِّرْ فَاِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Sen hatırlat, çünkü hatırlatmak müminlere fayda verir. Uca Allah'tan dilerim ki Allah Subhanahu ve Teala hatırlatmak istediğim bu mevzunu hem özüm için hem de bu dersi dinleyenler için faydalı etsin. Aziz kardeşlerim, aziz Müslümanlar, fark etmez kişi veya kadın, genç veya yaşlı, hansı irqə veya millete mansub olmasından aslı olmayarak elə üç həqiqət vardır ki, heç bir insan onları arzulamasa da bu dünya hayatında mütləq onlarla karşılaşır. Bəli, başka bir ibarəyle demək olarsa, elə üç acı həqiqət vardır ki, insanlar onları xoşlamasalar da, lakin onlarla, həmin o həqiqətlərlə karşılaşırlar. Onlardan birincisi ölüm həqiqətidir. Ölüm həqiqəti. Hansı ki ondan qaçmağa heç kəsin gücü çatmır. Subhanallah. Düzdür, bu həqiqəti insanlar eşitmək istəmirlər. İnsanlar istəmirlər ki onlara ölümdən danışılsın. Ölümdən hatırlansın. İnsanlar istəmirlər məclislərdə ölüm haqqında danışılsın. Lakin bu elə bir həqiqətdir ki, qaçınılmaz bir həqiqətdir. Hər bir kəs, hər bir dünyaya gələn bir kəs bir gün bu dünyadan köçəcəkdir. Allah Subhanahu ve Teala Kur'an-ı Kerim'de buyurur ki: "Kullu nefsin zâikatul mevt." Her bir kəs ölümü tadacaktır. Bu Allah'ın vədidir. Ve dedik ki ölümden kaçmak mümkün değil. Ölümden kaçmak mümkün değil. Allah-u Teala kime ne kadar yazıbsa, kimin ecel ne kadardirsə, o ecel vakti gelip çatdıqda artık dünyasını değişecektir. Allah Subhanahu ve Teala buyurur ki: "Eynema tekunu yudrikkumul mevt velev kuntum fi burucin muşeyyede." Arada olursa olun, ölüm sizi haklayacaktır, yakalayacaktır. Hatta yüksek kalaların içerisinde olsanız bile. Başka bir ayette Allah Subhanahu ve Teala buyurur ki: "Kul innel mevtellezî tefirrûne minhu fe innehu mulâkîkum thumme turaddûne ilâ âlimil gaybi ve şehâde feyunebbi'ukum bimâ kuntum ta'melûn." De, yani de ey Muhammed sallallahu aleyhi ve sellem, de, həqiqətən qaçdığınız ölüm sizi mütləq yakalayacaktır. Sonra siz geybi de aşkarı da bilen Allah'a qaytarılacaksınız. Ve o da size ettiklerinizi haber verecektir. Subhanallah. Bu ayette Allah Subhanahu ve Teala insanlara hatırladır ki, insan ne kadar ölümden kaçmaya çalışsa da ölüm kaçılmaz bir həqiqətdir. İnsan dünyada vəzifəsindən, malından, gücünden ve imkanlarından aslı olmayarak sonda Allah'a qaytarılacak. Orada ise insanın gizli ve aşkar bütün emelleri karşısına çıxarılacak. Dedi ki, bu öyle bir həqiqətdir ki, həqiqətən bu həqiqəti bütün insanlar düzdür, qəbul edirlər. Kimdən soruşsaq ki, sen bir günleri dünyanın yaşayacaksan, her bir kəs nədir bunu etiraf edir. Lakin dedi ki bunu istəmirlər. İnsanlar bunu nədir? İstəmirlər ki,
ölsünlər. Qaçınılmaz həqiqətlərdən birincisi ölüm həqiqətidir. Baxın, dedi ki, bir gün bu dünyaya gələn, bir gün bu dünyadan köçəcək. İnsan dünyasını dəyişəndən sonra onun yaxınları, qohumları, qardaşları, dostları bundan xəbər tutur. Və hamı bir araya gəlir ki, həmin o dünyasını dəyişən insanı yusunlar, kəfənləsinlər, dəfn etsinlər. Subhanallah. Bunlar da baş verir. Hər bir müsəlman üçün bu baş verən bir əməllərdir. İslamın elhamdülillah əhkamları və ərkanlarıdır. Bundan sonra dünyasını dəyişən insanı qəbrə qoyurlar. Qohum əqrabaları, yaxınları, dostları, atası, anası, evladları həmin o dünyasını dəyişən insanı qəbrə qoyduqdan sonra hər kəsən öz evinə qayıdır. Hər kəsən öz işinin ardınca qayıdır. Qəbirdə həmin o insanla əməlləri qalır. Qəbirdə həmin o insanla əməlləri qalır. Və bundan sonra iki mələk gəlir. Mələklər gəlib həmin o insana 3 sual verirlər. Suallardan birincisi Rəbbin kimdir? İkincisi dinin nədir? Üçüncüsü sizə göndərilən o kişi kim idi? Bunların ətrafında biraz danışmaq istəyirəm. Bəli, düz eşitdiniz ki, mələklər bu cürlə soruşurlar. Rəbbin kimdir? Subhanallah. Xoş o insanların halına ki, bu dünyada olarkən Allaha gözəl şəkildə qul olmuşdular. Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinirdilər. Bu insanlar üçün rahat şəkildə Allahın izni ilə asan şəkildə cavab vermək rahat olacaq. Rahat şəkildə, asan şəkildə deyəcək ki, Rəbbim Allahdır. Allah qorusun bunun əksini, bu dünyada insan Allahı nə yaxından, nə uzaqdan tanımayıbsa, əksinə Allahla yanaşı başqa məbudlara, daşlara, ağaclara ibadət edibsə, Allaha şərik qoşubsa, gecə-gündüz günahlarla məşğul olubsa, həmin insan cavab verməyə müvəffəq ola bilməyəcək. Nə cür ki, hədislərdə keçir. Deyə bilməyəcək ki, Rəbbim Allahdır. Çünki bu dünyada olarkən Allahı özünə Rəbb olaraq seçməmişdir. Allah-u Teala bizləri bu haldan qorusun. Allah bizlərə müsəlman kimi ölməyi nəsib etsin. Elə əsl olan budur. Oca Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu Ya eyyuhəl-ləzīnə əmənu ittaqullaha haqqa tuqatihi və la təmutunna illə və entum muslimun. Ey iman gətirənlər, Allahdan layiqincə qorxun və müsəlman olduğunuz halda bu dünyadan köçün. Müsəlman olduğunuz halda ölün. Bu Allahın əmridir. Yəni bir mənada müsəlman olduğunuz halda dedikdə çalışın ki, İslam üzərində yaşayasınız, İslam üzərində bu dünyadan köçəsiz. Allahdan dilərəm ki, Allah subhanahu wa ta'ala bizlərə gözəl sonluq nəsib etsin. Əziz qardaşlarım, həmin məqam çətin məqam olacaq, Allah qorusun. İnsan düşünün ki, qəbirdə mələklər sual verir. Sənin də iki cavabın olacaq. İki cavabın olmalı, daha doğrusu. Ya bacaracaqsan, deyəcəksən ki, Rəbbim Allahdır, ya da bu sualın cavabını cavablandıra bilməyəcəksən. Allah qorusun. İkinci sual. Deyəcəklər ki, dinin nədir? Sən əgər bu dünyada özünə İslamı seçmişdinsə, əgər bu dünyada özünə İslam dinini seçmişdinsə, İslam dini gözəl şəkildə yaşayanlardan idinsə, rahat şəkildə cavab verəcəksən. Deyəcəksən ki, dinim İslamdır. Elə əsl olan budur. Çünki Allah yanında seçilib, sevilən, bəyənilən din İslam dinidir. Uca Rabbimiz Quran-ı Kərimdə buyurur ki, İnnəd dinə indəllahil İslam. Həqiqətən Allah qatında din olaraq İslamdır. Başqa bir ayədə Allah Teala buyurur ki, kim İslamdan başqa bir din seçərsə və onun ardınca gedərsə, bu din ondan qəbul olunmaz və üstəlik qiyamət günü xusrana uğrayanlardan olacaq. Ona görə əziz qardaşlarım, ikinci sual nə tür idi? Dinin nədir?
dinin nədir sualını kimlər cavablandıracaq? Doğrudan da onlar bu dünyada olarkən İslamı yaşayanlar idi. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinənlər, İslamda olan əmirlər və qadağaları doğrusu şəkildə həyata keçirən insanlar rahat şəkildə, asan şəkildə deyəcək ki, dinim İslamdır. Üçüncü sual. Deyəcəklər ki, sizə göndərilən o kişi kim idi? Yəni Muhammed sallallahu aleyhi ve sellem. Bəli, həqiqətən bu dünyada yaşayarkən Muhammedi sallallahu aleyhi ve sellemi özünə örnək seçən insan heç kəsin sözünü Muhammedin sallallahu aleyhi ve sellemin sözündən önə çəkməyən insanlar rahat şəkildə deyəcəklər ki, bizə göndərilən o kişi Muhammed sallallahu aleyhi ve sellem idi. Bəli, həqiqətən Muhammedi biraz önce dediyim kimi sallallahu aleyhi ve sellemi özünə örnək seçən insanlar, heç bir kəsin sözünü Muhammedin sözündən önə çəkməyən insanlar və qəlblərində heç bir sıxıntı duymadan Muhammedin gətirdiyi şəriəti sallallahu aleyhi ve sellemin rahat şəkildə qəbul edənlər. Yoxsa şeyxin belə dedi, filan alim belə dedi, filan məzhəb belə dedi, mən filan kəsə qulaq asıram. Bu cür insanlar çətinliklə o sualları cavablandıracaqlar və yaxud da nədir? Cavab verə bilməyəcəklər. Allah korusun. Allah korusun. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ilk olaraq Allah subhanahu wa ta'ala necə hədisdə keçir. Sonra din, sonra sizə göndərilən o kişi kim idi? Sallallahu aleyhi ve sellem. Əslində bu haqda daha çox danışmaq olar, lakin vaxtla əlaqəli bu qədər ümid edirəm ki, kifayətdir. İkinci həqiqət, ikinci acı həqiqət. O da qocalıq həqiqətidir. Subhanallah, qocalıq həqiqəti. Birinci həqiqət oydu ki, ölüm həqiqəti. İkinci həqiqət, qocalıq həqiqəti. Bir gün gənc olanlar, hansı ki, bizlər hər birimiz dünyaya gələrkən, kiçik olarkən, dünyaya gəlirik Allahın izi ilə, yavaş-yavaş inkişaf edirik, böyüyürük, qüvvətlənirik, canımız qüvvətli olur Allahın izi ilə. Sonradan nədir? İllər keçir, insan nədir? Yaşlaşır. Yaşlılarla cavanlar eyni deyil. Biz həmişə dərslərdə danışarkən yaşlılara xitab edirdik. Yaşlı əmlərə, dayılara, Allah-u Teala bütün yaşlı müsəlmanları qorusun, ömürlərinə bərəkət versin. Allah'a itaat üzərində ömürlərini bərəkətləndirsin. Faydalı itaat üzərində Allah-u Teala onların ömürlərini uzatsın. Bu günləri xitabımız gənclərə olacaq. Üzümü tuturam 20 yaşında olanlara, 30 yaşında olanlara, 40 yaşında olanlara, Subhanallah, bu illər fürsət. Bir gün bizlər də, bir gün 20 yaşın sahibi də, 30 yaşın sahibi də, 40 yaşın sahibi də onlar da qocalacaq. Nə qədər fürsətdir, nə qədər cavanlıq fürsəti var, bu fürsətdən istifadə etmək lazımdır. Allaha gözəl şəkildə ibadət edib, itaat etmək lazımdır. Nə qədər ki, gəncik, nə qədər ki, bədənimiz qüvvətlidir, bundan istifadə etmək lazımdır. Bu elə bir həqiqətdir ki, yaş keçdikdən sonra, qocalıq gəldikdən sonra geri dönmür. Bunlar nədir? Geri dönmür. 5 şey gəlmədən öncə 5 şeyin qədrini bil. 5 şey gəlmədən öncə 5 şeyin qədrini bil. Şəbəbəkə qablə haramik və sihhətəkə qablə saqamik və ghinəkə qablə faqrik və fərağəkə qablə şuğlik və həyətəkə qablə mevtik. Subhanallah. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, gəncliyini qocalığından əvvəl, sağlamlığını xəstələnməyindən əvvəl, zənginliyini kasıblığından əvvəl, boş vaxtını məşğul olacağın vaxtdan əvvəl, həyatını ölümündən əvvəl, yəni bu 5 həqiqət gəlmədən öncə 5 şeyin qədrini bil. Allah Resulunun sallallahu aleyhi ve sellemin bu nəsihəti möminə ömrünün ən qiymətli nemətlərini vaxtında dəyərləndirməyi xatırladır. Həyat, gənclik, sağlamlıq və boş vaxt geri qayıtmayan nemətlərdir. Buna görə də insan onları Allahın razılığını qazanacaq
əməllərlə dəyərləndirməlidir. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, İğtanim xamsən qablə xamsin. Beşlik gəlmədən beş şeyin qədrini bil. Üçüncü həqiqətə gəldikdə, hansı ki dedik ki, birinci həqiqət ölüm həqiqətidir. İkinci həqiqət qocalıq həqiqətidir. Üçüncü həqiqət nədir? İnsanların bu dünyada rahatlıqlar içərisində olmamağı. İnsanın bu dünyada rahatlığı yoxdur. İnsan ümumi olaraq çətinliklər içərisində xəlq olunub. Oca Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَقَدْ خَلَقْنَا الْاِنْسَانَ ف۪ي كَبَدٍ. Biz insanı çətinliklər içərisində xəlq etdik. Həqiqətən, insan yaranandan dünyasını dəyişənə kimi problemlər, imtihanlar, çətinliklər, məşəqqətlər, subhanallah, subhanallah. Əziz qardaşlarım, eşitdik ki, 3 acı həqiqət var. Hansı ki bunlardan heç bir kəs qaça bilmir. Onlardan birincisi ölüm həqiqəti. İkincisi qocalıq həqiqəti. Üçüncüsü rahatlığın olmaması. Yaxşı, ola bilsin ki bizlərdən kimsə soruşa bilər ki, axı biz bunları bildikdən sonra bunların da müqabilində biz dünyada yaşayırıq. Biz bu dünyada yaşayırıq. Bu dünyanı nə cür yaşamalıyıq? Bu dünyanı nə cür yaşamalıyıq? Subhanallah. Allah subhanahu wa ta'ala öz şərəfli kitabında buyurur ki, وَابْتَغِي ف۪ي مَا آتَاكَ اللّٰهُ الدَّارَ الْآخِرَةِ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا. Bu ayəti oxuyub, Allahın izi ilə tərcüməsinə baxıb, çalışaq ki, bu ayətin üzərində, ətrafında bu ayənin mənasını başa düşək. Əksər müsəlmanlar bu ayəni düzgün başa düşməyiblər. Yəni, Allahın muradını, Allahın istəyini düzgün şəkildə başa düşməyiblər. Siz deməyin, bu ayəni başa düşmək üçün, dərindən fəhm etmək üçün, Allahın muradını anlamaq üçün mütləqdir ki, təfsirlərə baxılsın. Təfsir alimlərinin təfsirlərinə baxanda İbn Abbas radiyallahu anhu, İmam Mücahid və digər təfsirçilər bu ayət haqqında bir neçə deyimlər deyiblər. Ayəti təzdən oxuyuram ərəbcəsini, sonra tərcüməsini, sonra nədir? Ətrafında olan o şərhlərini, təfsirlərini. Uca Rəbbimiz buyurur, وَابْتَغِي ف۪ي مَا آتَاكَ اللّٰهُ الدَّارَ الْآخِرَةِ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا. Allahın sənə verdiyi ilə ahirət yurdunu qazan. Allahın sənə verdiyi ilə ahirət yurdunu qazan. Və dünyadan olan nəsibini unutma. Biraz öncə əslində bu məsələni demək istəyirdim. Bu ayəni düzgün şəkildə başa düşmək üçün, baxın, Allah Teala buyurur ki, Allahın sənə verdiyi ilə ahirət yurdunu unutma. Ahirət yurdunu unutma. Allahın sənə verdiyi ilə ahirət yurdunu qazan və dünyadan olan nəsibini unutma. İndi sənədir, təfsirlərə baxırıq. Təfsir alimləri buyururlar ki, dünyada ahirətin üçün əməl etməyi tərk etmə. Bayaq oxuduğum ayətin təfsiridir. Dünyada ahirətin üçün əməl etməyi tərk etmə. Siz deməyin, subhanallah, bu ayə bu cürlə fəhm olunmalıymış ki, Allahın muradı burada buymuş ki, bu dünyada bizim olmağımız, mövcudluğumuz ahirət üçün imiş. Biraz bundan sonra danışacağım, nə demək istəyirəm. Yəni biz bu dünyada yaşayırıq, şübhəsiz ki, Allaha ibadət etməklə, Allah-u Teala bizi ibadət üçün xəlq edib və biz bu dünyanı elə istifadə etməliyik ki, fürsət diyarıdır. Fürsət diyarı da hara üçün? Ahirət üçün. Fikir verin. Dünyada ahirətin üçün əməl etməyi tərk etmə.
Beləcə əzabdan nicat taparsan. Çünki insanın dünyadan həqiqi payı ahirəti üçün etdiyi salih əməllərdir. Subhanallah. Diqqətli olun. Çünki insanın dünyadan həqiqi payı ahirəti üçün etdiyi salih əməllərdir. Siz deməyin, biz bu dünyada olarkən salih əməllər işləməliyik, hətta ahirəti qazanmaq üçün. Əksər müsəlmanlar nə ediblər? Bu hissəsini götürmürlər. Bu hissəsini nə yaxından, nə uzaqdan, Allah rəhm edən qullar istisnadır. İkinci hissəsini götürürlər. Və la tənsə nasibəkə minəd-dunya. Dünyadan olan payını da unutma. Şübhəsiz ki, aqil olan insan bunu dilinə gətirməz. Yəni, iki nəfərdən biri burada ixtilaf eləmir. Dedi ki, aqil olan insan bunu dilinə gətirməz. Biz bu dünyada yaşayırıqsa, bu dünyanın tələbatları var. Ləbuddur ki, biz ev tikək, maşın alaq, ailə quraq, oğul uşaq sahibi olaq və s. Bu dünyanın tələbatlarıdır. Biz bunlardan danışmırıq. Lakin biri var, insan dünyanın tələbatlarını yerinə yetirsin. Allahın dediyi formada. Biri də var ki, insan Allah qorusun, həmin o var dövlətin, oğul uşağın, maşının, evin qulu olsun. Allah qorusun. Müsibət burasıdır. Soruşanda da deyilsin ki, Allah Teala deyir ki, dünyadan olan nəsibini unutma. Xeyr, dünyadan olan nəsibini unutma o demək deyil ki, gecə gündüz biz dünya ilə məşğul olmalıyıq. Əslində biraz bundan sonra oxuyacağım inşallah təfsirləri yenə. Əslində bizim bu dünyada yaşamağımız, siz deməyin, səbəb imiş ki, qiyamət günü ahirətimiz üçün, ahirəti qazanmaq üçün. Yenə davam edirik. Yenə müfəssirlər, təfsir alimləri buyururlar, rahiməhumullah, ömrünü salih əməl etmədən hədər vermə. Subhanallah. Ömrünü salih əməl etmədən hədər vermə. Və yaxud dediyim kimi, yəni belə başa düşülməsin ki, mən demirəm ki, evimiz olmasın, maşınımız olmasın, gözəl gün güzaramız olmasın. Bunlar hamısı olsun. Lakin dərdimiz, sərimiz bunlar olmasın. Allah qorusun. Dərdimiz, sərimiz bunlar olmasın. İmam Əhməd rahiməhullaha sual verirlər ki, ola bilərmi ki, bir insan, əgər təbiri doğrudursa bizim dildə, milyarder olsun, nədir? Zahid insan olsun. Deyir ki, bəli, ola bilər. Soruşurlar ki, nə cürünə? Deyir, o cürünə ki, həmin o var dövlətini, həmin o milyardlarını əlinin içərisində saxlasın. Qəlbinə salmasın. Allah qorusun. İnsan var dövləti qəlbinə salanda onun üçün yaşayır. Həmin o var dövlətin qulu olur, Allah qorusun. İnsan gərək var dövlətini, istərsə evini, maşınını, qızılını, brilyantını, nə olursa olsun, bu dünya nemətlərindən onu gərək insan əlinin içərisində saxlasın. Yəni bir mənada o var dövlətə nəsə olarsa, Allah qorusun, onun qəlbinə təsir etməsin. İnsan qəlbinin içərisinə salanda o var dövləti, sabah onlardan birinə bir şey olanda qəlb ağrıyacaq, Allah qorusun. Əslində məqsəd buymuş. Allahın Subhanahu wa Ta'ala'nın bu dünyada insanın faydalanması üçün faydalanıb ahireti üçün faydalanmağı. Bu dünyanın məqsədi buymuş. Bu ayetin şərhi təfsiri buymuş. Subhanallah. Davam edirik. Buyurur ki müəllif, ömrünü salih əməldən hədər vermə. Çünki ahirət yalnız bu dünyada qazanılır. Vallahi, qızıl hərflərlə yazılası cümlələr bunlar. Təkrar edirəm. Ömrünü salih əməl etmədən hədər vermə. Çünki ahirət yalnız bu dünyada qazanılır. İnsanın dünyadan həqiqi nəsibi onun ömrü və həmin ömründə etdiyi salih əməllərdir. İnsanın dünyadan həqiqi nəsibi buymuş. Və la tənsə nasibəkə deyildikdə dünyadan olan payını da unutma. O demək deyir ki, ancaq nədir? Biz dünya ilə məşğul olmalıyıq gecə gündüz. Allah qorusun. Və yaxud dedi ki, bu dünyanın Allah qatında dəyər qiyməti yoxdur. Hansı ki o rahatçılıqlar var idi, onlar burada yoxdur. Və onlar haqqında, hamısı haqqında danışdıq, təkrar olmasın. Son olaraq bu ayət haqqında, yəni təfsir alimlərinin son cümləsini oxuyuram. Bu haqda iki mötəbər görüş var. Onları zikr ediblər. Buyururlar ki, rahiməhumullah, Allah rəhmət etsin hər birinə. Onlardan, o görüşlərdən birincisi, halal dünya nemətlərindən israf etmədən istifadə et. Halal dünya nemətlərindən
israf etmeden istifade et. Bu birinci görüş. İkinci görüş, dünyadan həqiqi payın salih əməllərindir. Onları unutma ve ahiret için çalış. Fikir verin. Birçok sələf alimləri ikinci mənanı daha dərin ve daha təsirli bir nəsihət kimi vurgulamışlar. İkinci hansıydı? İkinci oydu ki, dünyadan həqiqi payın salih əməllərindir. Subhanallah. Və la tensə nasibəkə ayəsində dünyadan payını unutma deyildikdə ne başa düşülməlidir? Dünyada olan salih əməllərini unutma ki, qiyamət günü onlar sənə lazım olacaq. Allah'tan dilərəm ki, Allah subhanahu wa ta'ala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Teala'dan dilərəm ki, Allah subhanahu wa ta'ala bizim günahlarımızı bağışlasın. Bize güzel sonluq nəsib etsin. Hem bu dünyamızı güzel şekilde yaşamağı, hem de ahiretimizi Allah Teala bizlere versin. Subhanakallahumma bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.